Burada xanımlar çox diqqətli olsunlar. O belə mesajlar gəlir, həqiqətən sənsiz yaşaya bilmərəm, ölürəm, nəfəs ala bilmirəm. Onda belə bir sual yaranır. Onda kişi sevmir, sevəndə neçə dəfə sevir? Sevgi ali bir hissdir. Sevgi eşqdən fərqli olaraq sadəcə bir instinkt deyil, eyni zamanda bir dəyərdir. Ya bu gəlir, getmir. Gəlib gedə də bilər. Uzun müddətli ola da bilər. Eşq gəlib gedir. Eşqin müddəti qısadır. Aşiq olur insan, ondan başqasının gözü görmür, havalarda uçur falan filan. Bunun da müddəti bir neçə aydır. Ondan sonra bitir. Amma sevgi elə deyil. Sevdiyiniz insanı bir ömür, 100 ildə sevə bilərsiniz. Sevdiyiniz bir əşyanı 100 ildə sevə bilərsiniz. Və bunun əsasında dayanan şey nədir? Aclıq yox, istək. Sadəcə istək. Sadəcə istək. Saf sevgi dediyimiz şey odur. Bildim. Saf sevginin olduğu yerdə o dediyimiz kriminal romantizmə yer yoxdur. Çünki zaten qadın da elə bir münasibəti istəmir. Qadın bütün gün işini gücünü atıb ancaq onun haqqında düşünən, ona komplimentlər deyən kişini də istəmir. Bu sevgi nədir? Sevginin də açıqlamasını verdik. Sevgi uzun müddətli bir dəyərdir. Eşq zəhərli, psixolojik bir xəstəlikdir. Robert Greene'nin bir kitabı var. O da psixologiya ilə bağlı çox gözəl əsərlər var. Orada o kitabda deyilir ki, özünü inkişaf etdirmiş, özünü hər tərəfli təmin edə bilən, duyğusal cəhətdən bütöv bir insan heç vaxt aşiq olmur. Sevir. Çox maraqlı. Amma aşiq olmur. Aşiq olmaq psixolojik bir problemdir. Normal adam aşiq olmaz. Sever amma aşiq olmaz. Çox maraqlı. Bağlılıq bambaşqa. Bağlılıq daha pis bir şeydir. Asılılıq. Asılılıq. O daha da pis bir şeydir. O necə olur onda? Onu necə ayırd eləsinlər misal üçün? Ki məni sevir, mənə aşiqdir yoxsa? Bağlıdır yoxsa? Bilirsiniz, bağlılığı elə necə ayırd eləməyin birinci qaydası odur ki, 2 dəqiqədən bir, yəni bezdirir, onun şəxsi zonasına çox girməyə çalışır. Yəni əgər bu insanın, adətən də bu insanların zehinlərindən belə bir şey çıxır, belə bir inanc çıxır, çox qəribə bir şəkildə ki, sevildiyinə inanmır, dəyərsiz olduğuna inanır, mən dəyərsizəm, mən sevilmərəm kimi inanclarla doludursa, əlinə bir şey düşəndə başlayır onu necə gəldi izolyasiya eləməyə. Amanın günüdür bu itməsin, amanın günüdür əlimdən çıxmasın deyə izolyasiya eləməyə. Və bir dəfə olmuşdu belə bir кейslə qarşılaşmışdım. Deməli, kişi özünü yaraşıqlı biri olaraq görmürdü. Özü də zaten nə maddi cəhətdən, nə fiziksel cəhətdən, nə zehinsel cəhətdən özünü inkişaf etdirə bilməmişdi. Və bu insan illərlə də heç bir qadınla münasibətdə olmamışdı. Bir xanımla münasibətə başlamışdı. Bu münasibət hardasa ortalama bir 2 ilə yaxın, 2 il, bəlkə də 2 il yarım kimi davam edən bir münasibət idi, amma çox toksik bir münasibət idi. Çünki nəyə görə? Qadın qətiyyən bu kişini istəmirdi, ona bir marağı yox idi, sevgisi yox idi. Bu da ondan ötürü dəli divanə idi. Elə ondan ötürü hər şey eləməyə də həqiqətən hazır idi. Nəyə görə? Çünki o insan ondan başqa birinin onu sevəməyəcəyinə inandığı üçün onu sevən bir insanda tapanda onu buraxmaq istəmirdi. Bağlayır. Biz bayaq dedik ki, qadının ilk tanıdığı kişi modeli atasıdır, oğlanınki də anasıdır. Və həyatda çox maraqlıdır ki, boşaya bilməyəcəyimiz 2 dənə anlayış var. Valideynlərimiz və övladlarımız. Nəticədə şuuraltı zehin bir şeyi valideyn və övlad dinamikası ilə əlaqələndirirsə, paterni ilə əlaqələndirirsə, bu zaman bundan qopmaqda böyük bir çətinlik yaşayır. Çünki onu boşaya bilməyəcəyi inanclar zaten onun kodlarında var. Nəticədə bu zamanında anasından ala bilmədiyi sevgi və diqqəti yerinə o qadını qoyduğuna görə, şuuraltı zehin onu öz anası ilə assosiasiya elədiyinə görə onu buraxmaq istəmirdi. Çox iltihablı, çox toksik bir münasibət yaranmışdı burada. O inanclarını dəyişdirdikdən sonra o sağaldı, o münasibəti düzəltməyə başladı. Çox ciddi bir haldır, yəni ciddi bir fəlakət haldır. Çünki bu kişinin eyni zamanda eril enerjisini də aşağı salan bir şeydir. Toplumda daha çox eril enerjisi yüksək kişilərə ehtiyac var, nəinki belə bir
daha aşağı. Düzdür. münasibətə. Razıyam Təbii ki. sən. Əslində bu balans zaten pozulubdur. Təbii ki, təbii. O balansın da pozulmasına səbəb olan şey də bizim şuur altımıza yeriyən, dərinliklərə işləyən mövzulardır.